Şahmatçılar arasında ibadət əhlilər var mı ölkədə? İbadət, yəni dinə yaxın. Namaz qılan vesairələr. Var, çox ki, azdır. Azdır. Biraz bilirsiniz, şahmatçı böyük stres keçirdir həyat dilində. Biraz içkiyə meyillilik çox var. O stresi aradan qaldırmaq üçün bir də görürsünüz ki, 6 saatlıq oynayıb, bir gedişə uduzub, dəli kimi olur. Bu içməsə, o məhv olar. Sonra o kart oynamağa meyillik həmişə yarışlarda mən çox görürüm. Adi kart yoxsa pulla? Pulla mı? Yox. Pulla oynayırlar. Səhərəcən oynayırlar. Yəni bunlar hamısı o gərginliyi aradan götürmək üçün, çünki idmana baxmayın. Məsələn, gedir, nizə atır. Getdi, yarım saatı attı. Stres azdır da, stres azdır. Burada beyinlərin davası gedir. Yarış vaxtı elə bil ki, sizin beyində damarlar tarım durur, belə gəlir, durur, belə gəlir. Stres çox olur. Və ona görə yox ki, onlar içməyə çox meyillidirlər. Yox, sadəcə bu stres neyinsə götürülməlidir. Götürmən məsələn, Selinin yarım finalında komanda yarışından çox oynayırdım, görürdüm də çox içməyə meyilliyi var aralarında və oynamağı da kart səhərəcən etdilər. Amma din o stresi dinlə təməl axı, adam azdır, ibadətdir. Dinə meyilli olan adam azdır şahmatçılar arasında. Bizdə biri vardı, Yura Anikayev, Novokuznetsk'dən. Sonradan eşitdim ki, bu gəlib keşiş oldu. Yəni, onun vaxtdan onu görməmişim. Sonra bir dənə də vardı, hətta Bakıda da turnirdə oynayırdı, Leningraddan. Leonid Yudaysa. Yahudi idi, amma yaxşı olan idi, çox benim. Sonra eşitdim, şahmat atıb, gedib dinə tərəf. Yəni, o var idi, belələr də var idi. Mən hesab edirəm ki, strese qarşı ən böyük silah dindir, ibadətdir. Amma ona görə bir yerəcən çatasan ki, sən əzəd olsun da, yəni kömək olsun, insanı sakitləşdirməyi, dünya qaydalarını bilmək. Allah sən söhbət edirsən, Allah. Amma oraya çatan azdır. Yox, siz dediyiniz mərtəbəyə çatan azdır. Ona gerək en qədər mərtəbə gedəsən, çatasan, sonra rahatlığı hiss eləyəsən. Özünüz necə biraz dinə inanım var belə, bizim vaxtımızda, uşaq vaxtı valideynlər həmişə namaz qılırdılar, amma xətər belə də sizlər vaxtı icazə yox idi, amma evlərdə hamısı namaz qılırdı. Gizlincə namaz qılırdı. Mən sizə deyim ki, o vaxtda dinə inam daha cücüzdü idi. Və yenə də həmən bayaqki söhbətə gəlirik. Çünki o vaxtı biraz qorxu vardı və inananlar hamısı əqidəsi vardı, inanırdı. Yox, mən budur, qutardı get. İndi biraz bərbəzey vaxtıdır. Bərbəzey var, indi bəzey üçün eləyənlər çox. Soruşursan 2 dənə sual, deyirəm, mən maraqlanıram da. Mən nə bilim, deyirəm, amma biz dinə inanırsansa, şərtlər nədir? Kimə deyə bilərik ki, bu inanmır, bu inanır? Elementar sual da, birinci sual. Deyərsin, inanırsan da, mən inanırım. Deyirəm, inanmaq sözünün arxasında nə var? Nəyi qəbul edirsən ki, inanırsan? Görün, adi şeylər izah eləmirlər. Soruşmaq istəyirsən. Dinlə biraz da bilirsiniz, mən virus dilində görmüşsünüz də, uşaqlar üçün din kitabları var. Yəni, onların başa düşdüyü səviyyədə qaydaları izah. Bizdə də olmalıdır da, uşaqlar üçün də. Hansı kitabda? Sadə dildə, uşaq dilində, bu belədir, bu belədir. İzah olmalı, bizdə. Özünüz ibadət edirsiniz? Yox, belə eləmirəm, amma ki, mən kitablar çox oxuyuram, inanmağa inanıram, sözsüz. Bu, inanmamaq, yəni ki, o cavan vaxtında olursan, biraz özünə inanmağa, yox, belə, indi bu yaşda adamı görəndə ki, inanmır, deyirəm ki, bu yaşda çatmışsan, həyatı görmüşsən, hər tərəfin, adam üzə müdrikləşir də, istərsəniz həyat ona dərs verir də, indi də inanmırsan, necə olar da? Yox, inanmaq, mən sizə deyərdim, indi öyrətmək olmasındır. İnanmaq qalsa da, hələ iblis də inanırdı da. Min illərlə Allaha ibadət etdi və sonra da dəyişdi üzünü. Allahın əmridir, buna
indi mən sizdən soruşsam ki, siz təkəbbürlüsünüzmü? Siz deyəcəksiniz ki, yox, mən təkəbbürlü deyim. Amma Allah Teala ona baş əyməyənləri təkəbbürlü sayır. Təkəbbür hər adamda biraz var, indi nə qədər gizlətsə də. Baş əymirsənsə, o Allah deməl təkəbbürlüsən. Düzdür. Bir də söhbət var ki, insaf dinin yarısıdır. İnsan elə hərəkətlər edir ki, bəzən yoxdur, o ibadətlərin yerini verir ki, sən o hərəkətlərinlə deməli düz yoldasan, deməli düz başa düşürsən. Biz uşaq vaxtı əslində mənfi cəhəti budur ki, belə də görməmişik, icazə yox idi, təbliğat yox idi. Amma lazımdır da, indinin özündə sərbəstlik var da. Niyə uşaqlara məktəbdə, adi dildə də var. Mən görmüşəm, xristianlar da, orada kitablar var, uşaqlar üçün dinin təbliği. Qəşəng şəkillə, sadə dillə. Mən yalbaşı, mən məktəbdə 2 ay mən şey oxudum, Zabava Evangeliya adında kitablarda oxudum. Mən o vaxt mənim dindən marağım var, o vaxt söhbət illərində dini kitab heç nə oxudum. Bir də jurnar çıxırdı, Religiya inauka, o da dinə qarşı. Məqsəd onda elə idi ki, biraz dini, bir söz burada dinə qarşı Sovetin vaxtında dini adamların da mənfi rolu çox olur deyə. Dini adamların da mənfi rolu, o qədər görmüşük ki, indi görəm inanan hələ hamısı bir damcı mollalıq xətrinə heç bilmir, nə də oxuyur. 5 manat pul üçün eləyir, o dini adam döyür. O elə belə... Yox, müvafiq ayə də var ki, Quranda Allahın ayəsi var ki, vay olsun o namaz qılanlara ki, yəni hər bir namaz qılmaq da... Hələ iş bitmir. Yox, səbəblər çoxdur, bəli. Fikir mənim sonra çox maraqlıdır ki, mən bu günləri şahmatı, mən eşitmişdim ki, İslamda şahmat qadağan kimidir, haram kimi sayılır. Mən dünənlərdə öyrəndim ki, elə Xristianlıqda da bu ya qadağan olunur, pis sayılır. Yox, bu indi İranda oldu, İslamda ola bilməz. İslam 7-ci əsrdə meydana gəlir. Şahmat isə bir 12-14-cü əsrdə formalaşır. Ondan qabaq başqa formalar vardı, onun şahmat demək olmaz. 4 küncdə oynayırdılar, elə belə də. 14-cü əsrdə, yəni mən İslamda görməmişim. Amma İranda eləyirdilər, ona bir, İranda da mən gedib işləmişəm, görmüşəm. Orada işləmişsiniz? Təbrizdə bir ay işlədim, Tehranda olmuşam. Məşqçi kimi Ərdəbildə icazə verdilər, klub idi, gəlirdi, yaşlı da gəlirdi, 70 yaşı var. Deyirəm ki, hacı, siz deyir ki, o da mən çox istəyirəm, gəlirdi, otururdu. Şahmatın müsbət tərəfi qat-qat çoxdur, ona qumar adı vermək, burada qumarlıq bir şey yoxdur, azaltma, oyunla, ona görə qoymurdular ki, bu qumardır. O 2 nəfər oynayır, onda futbolu da kəsdə, orada komanda oynayır, pul qazanır. Onda bütün idmanla ön bağlayasın. Yox, Şahmatda da ona qumar adı vermək düzgündür. Xeyri qat-qat çoxdur. Yəni azaltma oyun deyil. Azaltma oyun deyil, yox. Azaltma oyun uçdan daş atırlar, o azaltmadır. Ortada heç bir mənası yoxdur, amma teki görür, sən utdun, mən utdum. Burada dərin mənası var, burada məntiq var, burada kim beyni yaxşı işləyir, o udur. Çox şey var, ona azaltma oyun demək olmaz. Azaltma əvvəl uşaq vaxtı belə moça atırdılar, vururdu daşa, sən utdun, mən utdum. Heç bir şey yox, ağıl lazımdır.